Kəndimizdə yenidən qurma işləri aparılıb, dirəklər yeniləşib, küləkli havada, soğuqlu havada daimi 24 saat işığımız yanır. Bu bizi çox sevindirir, ölkə başçısına təşəkkürümüzü bildiririk. Sakinlərin də bildirdiyi kimi Gədəbəyin Zəhmətkənd kəndinin elektrik şəbəkəsi tamamilə yeniləndikdən sonra abonentlər fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunublar. Yaşayış məntəqəsinin 0,4 və 10 kilovoltluq elektrik şəbəkəsi yenidən qurulub. Yeni metal dayaqlar əkilib, özünü daşıyan izolyasiyalı naqillər çəkilib. Kənddə 9 ədəd komplekt transformator məntəqəsi, eləcə də yeni elektron tipli sayğaclar quraşdırılıb. Kəndimizdə yenidən qurma işləri aparılıb. Dirəklər, işıqlar hamısı düzəlib. İşıqlarımız fasiləsiz yanır, qışda və yayda. Ölkə başçısına təşəkkür edirik. Yenidən qurma işləri təkcə Zəhmətkəndlə məhdudlaşmır. Azərişıq Açıq Səhmdar Cəmiyyəti Gədəbəyin ümumilikdə 6 kəndində elektrik şəbəkəsini tamamilə yeniləyir. Arısu, Zəhmətkənd kəndi, Xarxar, Əlnağlar, Arqıran və Qasımlı kəndlərində elektrik şəbəkəsi yenidən qurulub. 2 ədəd Əlnağlar, 9 ədəd Arqıran kəndində, 9 ədəd Zəhmətkənd kəndində, 6 ədəd Xarxar kəndində, 2 ədəd Qasımlı, 2 ədəd Arısu kəndində komplekt transformator məntəqələri quraşdırılmışdır. Bundan əlavə olaraq Söyüdlü və Söyüqbulaq kəndlərində hər biri 250 kV gücündə olmaqla yeni güc mərkəzləri yaradılmışdır. Arıqıran kəndində yenidən qurma işləri yekunlaşmaq üzrədir. Yaşayış məntəqəsinin 0,4 və 10 kilovoltluq elektrik şəbəkəsi yenilənib. Kənddə ümumilikdə 9 ədəd müasir tipli komplekt transformator məntəqəsi və yeni sayğaclar quraşdırılıb. Son devirlərdə doğrudan da həqiqətən də işıqla bağlı surətlə abadlıq, quruculuq işləri gedir. Bir kənd sakini kimi bu bizim hər birimizi sevindirir. Həm işığımız indi güclü yanır, həm sınmalar olmur, qırılmalar olmur, fasilələr yaranmır. Növbəti mərhələdə Çanaqçı, Kərimli və İnəkboğan kəndlərinin elektrik şəbəkəsi yenidən qurulacaq. Qeyd edək ki, Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Azərişıq Açıq Səhmdar Cəmiyyəti ölkənin bütün regionlarında, əksər kənd və qəsəbələrdə yenidən qurma işlərini davam etdirir. Görülən işlər abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənir.